Bugün milad möcüzəsini birlikdə xatırlayırıq. Allah insan oldu, bizim yanımıza gəldi. Qaranlığımıza işıq gətirdi. Miladın gözəlliyi bundadır. Tanrı uzaqda qalmadı. Bizim dünyamıza indi, bizim dərdimizi öz üzərinə aldı. Qoy bu həqiqət bugün ürəyimizə sülh, sakitlik və ümid gətirsin. Çünki İsa gəldi və hər şeyi dəyişdi. Doğulmuş xilaskar Allahın sevgisinin ən böyük sübutudur. O bizim itirdiyimiz ümidləri bərpa etmək, yaralarımızı sağaltmaq və həyatımıza istiqamət vermək üçün gəldi. Miladda Tanrının bir mesajı var. Sən mənim üçün qiymətlisən. Mən səni unutmadım. Qoy bu sevgi bugün evlərinizdə hiss olunsun. Qoy həyatınıza təzə nəfəs gətirsin. Milad göstərir ki, Allahın planı həmişə xeyirxah və mükəmməldir. O xilaskarı göndərdi ki, keçmişimiz bağışlansın, gələcəyimiz isə işıqlansın. Tanrı dünyaya təkəbbürlə deyil, təvəzzökarlıqla gəldi. Bir körpü olaraq, sadə bir tövlədə, çobanların arasında. Milad bizə göstərir ki, böyük işlər kiçik başlanğıclardan da olur. O gün elan olunan o müjdə bugün də yaşayır. Bütün insanlar üçün sevinç olsun. Qoy bu sevinç sizin həyatınıza da yayılsın. İsa dünyaya gələndə təkcə bir tarix dəyişmədi. Bəşəriyyətin taleyi dəyişdi. O qaranlığa işıq, qəlblərə sülh, həyatımıza məqsəd gətirdi. Milad bizə xatırladır ki, Tanrı vaxtında müdaxilə edir. Nə tez, nə gec, tam düz anda. Qoy onun işığı bugün sizin evinizi, ailənizi və qəlbinizi işıqlandırsın. Əziz qardaşlarım və bacılarım, milad yalnız bir tarix deyil, bir həqiqətdir. Tanrı bizimlədir. O bugün də ürəklərimizə toxunur. Ailələrimizi qoruyur və kilsamızı birləşdirir. Qoy doğulmuş xilaskarımız İsa Məsih evlərinizə sevinç, sülh və güc gətirsin. Hamınızın milad bayramı mübarək olsun. Məsih doğuldu, həqiqətən doğuldu.